Salam, gəlin bugün valideynlikdən danışaq. Bilirsiniz, bu elə bir səyahətdir ki, həm çox şəxsi, həm də bəzən həqiqətən də çox çətin olur. Bugün qəlbimizdəki o ən həssas məqamlara toxunacağıq, valideyn kimi yaşadığımız o daxili çətinlikləri birlikdə araşdıracağıq. Yəqin ki, bu cümlə çoxunuza tanış gəlir, elə deyilmi? Təsəvvür eləyin də, uzun, yorucu bir günün axırı. Nəhayət ki, özünüzə bir 15 dəqiqə vaxt tapmısınız. Amma elə bu an qonşu otaqdan bir səsküy, bir qışqırıq gəlir və bütün o sakitliyi pozur. Və içindən bir səs gəlir ki, kaş ki, bircə anlıq bu dəlilik dayansaydı, bircə anlıq tək qalsaydım. Bəs niyə? Niyə bu anlar bizə bu qədər ağır gəlir? Məsələ sadəcə uşaqların səs-küyü və yorğunluq deyil, eləmi? Hiss edirsiniz ki, daha dərinlərdə nəsə var. Sanki bu hisslər bizim valideyn kimi öz rolumuzu necə başa düşdüyümüzlə bağlı daha böyük bir mübarizənin siqnalıdır. İçimizdə sanki bir toqquşma gedir. Bəs bu gərginliyin kökü hardadır? Çox vaxt əsl səbəb yorğunluq deyil, öz rolumuzu biraz yanlış anlamağımızdır. Bu, qəlbimizdəki iki fərqli düşüncə tərzinin toqquşmasıdır. Uşağımızın sahibi olmaq, yoxsa onun üçün bir elçi olmaq? Deməli, sahib valideyn necə düşünür? O, uşağına öz mülkü, öz layihəsi kimi baxır. Sanki deyir ki, bu uşaq mənimdir və mən onu öz istədiyim kimi formalaşdırmalıyam. Amma elçi valideyn tam fərqli düşünür. O, özünü Rəbbin bir nümayəndəsi kimi görür. Onun düşüncəsi belədir. Bu uşaq mənə əmanət edilib və mən onun adından hərəkət etməliyəm. Yaxşı, bəs bu iki fərqli yanaşma gündəlik həyatımızda özünü necə göstərir? Gəlin indi valideynliyin 4 əsas sahəsinə baxaq və görək, bu düşüncə tərzi bizim reaksiyalarımızı, qərarlarımızı necə kökündən dəyişir. Və hər şeyin başladığı nöqtə məhz budur. Birinci sahə, şəxsiyyət. Yəni, biz öz dəyərimizi harda tapırıq? Bir valideyn kimi özümüzə verdiyimiz qiymət hardan gəlir? Bax, bu, bütün valideynliyimizin təməlidir. Baxın, fərqə diqqət yetirin. Sahib ana üçün özünə hörmət, özünə inam birbaşa uşağının davranışına bağlıdır. Uşağı uğurlu olanda o da özünü uğurlu hiss edir, uşağı səhv edəndə isə özünü pis, uğursuz bir ana sayır. Amma elçi ana, onun üçün vəziyyət fərqlidir. O, öz dəyərini Tanrı ilə münasibətində tapır. Buna görə də uşağının səhvləri onun şəxsiyyətini sarsıda bilmir. Onun dəyəri sabitdir, dəyişməzdir. İndi isə ikinci sahəyə keçək, vəzifə. Bir anlıq dayanıb düşünün, xahiş edirəm. Sizcə sizin bir ana kimi əsas işiniz, əsas missiyanız nədir? Sahib ana özünü bir növ heykəltaraş kimi görür, elə deyilmi? Onun vəzifəsi uşağı bir gil parçası kimi götürüb öz arzuladığı formaya salmaqdır. Amma elçi ana özünü Tanrının əlində sadəcə bir alət kimi görür. O dərk edir ki, uşağın qəlbini dəyişdirmək onun işi deyil. Onun işi sadəcə sadiq bir vasitəci olmaq. Bu prosesdə bir alət olmaqdır. Bax bu, elçi ananın anladığı o böyük azadlıqdır. O, uşağın qəlbini dəyişdirmək kimi o ağır, o mümkünsüz yükün altına girmir. Çünki bilir ki, bu güc yalnız və yalnız Rəbbə məxsusdur. Düşünün, bu düşüncə nə qədər böyük bir yüngüllük gətirir, elə deyilmi? Və gəldik üçüncü sahəyə, uğur. Bəs biz valideynlikdə uğuru necə ölçürük? Nə vaxt özümüzə deyə bilirik ki, hə, mən yaxşı anayam? Sahib ana üçün uğurun ölçüsü adətən kənardan gəlir. Uşağın aldığı yüksək qiymətlər, idman yarışlarında qazandığı medallar, başqalarının tərifi. Amma elçi ananın uğur anlayışı tamamilə fərqlidir, daxilidir, imana söykənir. Onun üçün əsas məsələ uşağının Tanrını və ətrafındakı insanları sevməyi öyrənməsidir. Hətta bu, cəmiyyətin standartlarına görə uğur kimi görünməsə belə. Və nəhayət, dördüncü və çox vacib bir fərq – nüfuz. Yəni, başqaları bizim haqqımızda nə düşünür? Bu təzyiqlə necə başa çıxırıq? Sahibananın ən böyük qorxusu nədir? İnsanların qarşısında pərt olmaq, xəcalət çəkmək. Uşağının hər bir səhvi onun üçün sanki ictimai bir utanc mənbəyidir. Amma elçi ana, o daha çox Tanrı nə düşünür sualına fokuslanır. O bilir ki, bəzən düzgün olanı etmək, başqaları tərəfindən səhv başa düşülməyə səbəb ola bilər. Amma onun üçün əsas olan Rəbbin razılığıdır. Yaxşı, bu iki yolu müqayisə etdik. İndi isə gəlin həll yoluna keçək. Elçi düşüncə tərzini mənimsəmək, inanın ki, insana inanılmaz bir rahatlıq, bir azadlıq hissi verir. Bəlkə də bugünkü söhbətimizdən götürəcəyiniz ən vacib, ən azadə edici həqiqət budur. Sizin övladınızın qəlbini dəyişməyə gücünüz çatmır.
Bu güc yalnız və yalnız Tanrıdadır. Bu yük sizin çiyinlərinizdə deyil. Bu yükü daşımaq məcburiyyətində deyilsiniz. Çünki bu iş onsuz da Rəbbinidir. Yəni, bu, rolumuzdakı o böyük dəyişikliyi göstərir. Biz artıq nəzarət edən, sahiblik edən bir hökümdar mövqeyindən nümayəndəlik edən, sədaqətli bir elçi mövqeyinə keçirik. Biz ustad deyilik, biz sadəcə bir mesajı çatdıran elçiyik. Yaxşı, deyə bilərsiniz ki, bütün bunlar nəzəriyyədə çox gözəl səslənir. Bəs real həyatda, praktikada bu dəyişikliyə hardan başlayaq? Gəlin indi sizə çox sadə, amma çox güclü bir ilk addım təklif edim. Gəlin bu iki addımı birlikdə nəzərdən keçirək. Çox sadədir. Birinci addım. Övladınız səhv hərəkət edəndə dərhal reaksiya verməkdən əvvəl sadəcə bir anlıq dayanın, dərin bir nəfəs alın. Və ikinci addım, ürəyinizdə səssizcə bu duanı edin. Ya Rəbb, bu uşaq sənindir, mənə sənin yaxşı bir elçin olmağa kömək et. Bax, bu qısacıq fasilə və dua, ani, reaktiv bir davranış anını düşünülmüş, sevgi dolu bir cavaba çevirmək üçün inanılmaz gücə malikdir. Və söhbətimizi bu son sualla bitirmək istəyirəm. Xahiş edirəm, bu sual üzərində biraz düşünün. Əgər bugün, elə indicə, özünüzə bir sahib kimi yox, evinizdə lütfün, sevginin bir elçisi kimi baxsanız, nə dəyişə bilər? Münasibətlərinizdə, evinizdə və ən əsası öz qəlbinizdə nə dəyişər? Ümid edirəm ki, bu yeni baxış bucağı sizə yeni bir məqsəd və rahatlıq gətirər.